istifadə etdiyimiz ərzaqlar nəzərdə tutulur. Yəni azuqə un sözündən yadınızda saxlayın ki, azuqədə ü yox, udur. Bunu yadınızda saxlayın. Azuqə sözündə udur. Hardan yadınızda saxlayacaq? Un sözündən. Un da azuqəyə daxildir. Sonra dümdüz sözü. Dümdüz sözü bitişik yazılırmı, yoxsa dev sinəmi yazılır? Uşaqlar, düm olan yadınızda qalsın. İndi mən dümdüz yazmışam. Təbii ki, testlərdə dümağ çıxar, düm qara çıxar, nə bilim, bu formada çıxanda yadınızda qalsın ki, dümlə nə gördünüzsə bilin ki, bitişik yazılır. Düm olan bitişik yazılır. Bu qədər rahat. Sonra daha sonra keçək palıd sözünə. Palıd yoxsa palıd. Bunu mən deməyəcəm. Siz özünüz yuxarıda D, B, G, C qaydasını icra eləyərək taparsınız. Sözün yazılışında D-dır, yoxsa T. Daha sonra panoram yoxsa panoram. Və bu sözdə imtahanlarda istifadə olunan sözlərdən biridir. Baxın, panoram yox. Panoramda bir dənə o var. Odan hansındadır? Pano. Pano sözündən yadınızda saxlayın. Pano. Pano sözündən yadınızda saxlayın ki, panoram yazılışı bu formadadır. Daha sonra var rəhimsiz. Və yadınızda qalsın ki, rəhim, sədir, və burada qeyd eləmişəm. Üzürdür, həcmdir, sehirdir. Baxın, sehir sözü bir hecalı sözdür. Sehir deyil. Tələffüzdə belə ola bilər. Sehirli. Tələffüzdə artır. Sehirli olan. Sehir sözü bir hecalıdır. Sədir, üzür, həcm. Bu sözlər bir hecalı sözdür. Tələffüzdə də saatlə başlayan şəkil şartında bir dənə 3 saatə çevrilir. Məsəl üçün rəhim sözü bu formada yazılır. Yəni bir rəhim sözü bir hecalıdır və şəkil şartında 2 hecalı olur, lakin burada fikir versiyası 3 hecalı qeyd olunubdur. Amma mən burada istifadə olunan testlərdə istifadə olunan bir sözdə xatırlatmaq istəyirəm, izin sözü. Baxın uşaqlar, izin olmaz da. Məsəl üçün mən sizə izin verirəm. Olmaz. İzin. İzin sözü 2 hecalıdır. Bəzən bir hecalı sözlərin içərisində qəsdən bu formada izni də verirlər. Yanlışdır. Heç tələffüzü də uyğun deyil. Fikir verin, izin. Mən sizə izin verirəm. Yəni izin verdim evə olmur. İzin verdim. İzin sözü özü elə 2 hecalıdır. Yazılışda 2 hecalıdır. Amma sədirdir, üzürdür, həcmdir, sehirdir, elmdir. Yəni bu sözlərin siyahısını daha da artırmaq olar. Bu sözlər özü orijinalı, yəni kök bir hecalı